Bugün Gürcüstan parlamentində hökumət strukturu dəyişiklikləri ikinci və üçüncü oxunuşlarda müzakirə olunacaq. Qanun layihəsi hüquq mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsinin yaradılmasını nəzərdə tutur. Həmçinin bu vəzifənin səlahiyyətləri və çərçivələri müəyyən ediləcək. Zərurət yaranarsa müvafiq normativ aktların bu qanuna uyğunlaşdırılması təmin olunacaq. Dəyişikliklər sürətləndirilmiş qaydada müzakirə edilir. Artıq məlumdur ki, dövlət naziri vəzifəsinin Mamuqam Dinaracı tutacaq. FIFA'nın 20 yaşadək futbolçular arasında Dünya Çempionatı 2029-cu ildə Gürcüstan və Ermənistanda keçiriləcək. Qərar Kanadada təşkil olunan qurumun şura iclasında qəbul edilib. İki ölkə birgə müraciəti 2024-cü ilin iyununda təqdim etmişdi. Turnir 1977-ci ildən 2 ildə bir keçirilir və final mərhələsində 24 komanda iştirak edir. Bu müstəqil Gürcüstan tarixində FIFA xətti ilə ilk dünya səviyyəli turnir olacaq. ABŞ-a işgüzar səfəri çərçivəsində Gürcüstanın Ədliyyə Nazirinin müavini Dünya Bankı nümayəndələri ilə görüşüb. Görüşdə tərəfdaşlıq istiqamətləri, layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Əsas diqqət milli məkan məlumatları infrastrukturunun inkişafına, torpaq idarə etmə xidmətlərinin təkmilləşdirilməsinə və rəqəmsal idarə etmə sistemlərinin gücləndirilməsinə yönəlib. Tərəflər layihələrin strateji əhəmiyyəti və gələcək addımlar barədə fikir mübadiləsi aparıblar. Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. ABŞ və İran arasında danışıqların növbəti raundunun vaxtı hələ məlum deyil. Hörmüz boğazından gündəlik yalnız bir neçə gəmi keçə bilir. Eyni zamanda İsrail və Livan arasında qarşıdurmalar davam edir. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə İsrailin hücumları nəticəsində 5 nəfər həlak olub. Yaralananlar da var. İsrail müdafiə qüvvələri isə bildirir ki, Livanın cənubunda Hizbullaha məxsus 2 əsas tünel aşkar edilərək məhv edilib. ABŞ 35 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Vaşinqtonun açıqlamasına görə bu şəxslər və şirkətlər İrana kölgə bank sistemi qurmaqda kömək ediblər və Tehran bu yolla 10 milyardlarla dollar əldə edib. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət ofisi xəbərdarlıq edir ki, İran hökumətinə və ya İslam İnqilabi Keşikçiləri Korpusuna hər hansı dəstək verən şirkətlər ciddi sanksiyalarla üzləşəcək. ABŞ-ın Maliyyə Naziri Scott Bessent'in sözlərinə görə bu kölgə bank sistemi İranın hərbi qüvvələri üçün həyati əhəmiyyət daşıyır, qlobal ticarətə mane olur və yaxın Şərqdə zorakılığı gücləndirir. Donald Trump bildirib ki, Almaniyanın kansleri İranın nüvə silahına sahib olmalı olduğunu deyərək yanılır. Onun sözlərinə görə bu halda dünya İranın təsiri altına düşə bilər. Trump əlavə edib ki, buna görə Almaniyanın iqtisadi və digər sahələrdə problemlərlə üzləşməsi təəccüblü deyil. Qeyd edək ki, Almaniya kansleri Friedrich Merz daha əvvəl İranın ABŞ-ı alçaltdığını və Vaşinqtonun strategiyasının olmadığını bildirmişdi. Gürcüstanda yeni patriarxın seçilməsinin ilk mərhələsi başa çatıb. Mitropolit Şio, Yobi və Qriqoli əsas namizədlərdir. Şio müqəddəs sinodun 20 üzvünün dəstəyini alaraq liderdir. Digər iki namizəd isə 7-7 səs toplayıb. İndi kilsə 49 ildən sonra ilk dəfə keçiriləcək genişləndirilmiş məclisə hazırlaşır. Gizli səs vermədə 39 nəfərlik sinodun ən azı 20 səsini toplayan namizəd patriarx seçiləcək. Məclis 17 maya qədər müqəddəs üçlü kafedralında keçiriləcək və təxminən 2000 nümayəndə iştirak edəcək. Səhiyyə Nazirinin parlamentə çağırılması hökumət administrasiyası qarşısında etiraz aksiyası keçirən valideynlər tərəfindən müsbət qarşılanıb. Düşen əzələ distrofiyası xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri ümid edirlər ki, bugün bütün suallara cavab veriləcək. Onların əsas tələbləri yeni dərmanların ölkəyə gətirilməsi, dövlət proqramı ilə maliyyələşdirilməsi və müvafiq tədqiqatların aparılmasıdır. Bu əzələlərin zəifləməsi ilə xarakterizə olunan genetik xəstəlikdir və ölkədə təxminən 80 nəfər bu diaqnozla yaşayır. Nazir isə sözü gedən preparatları eksperimental adlandırır və ABŞ və Avropa dərman agentliklərinin məlumatlarına əsaslanaraq bildirir ki, bəzi hallarda bu dərmanlar effektiv olmayıb, bəzi hallarda isə xəstələrin vəziyyətini daha da pisləşdirib.
Xalqlarımız instinktiv olaraq oxşar düşünür və məhz bu dəyərlər və ənənələr əsasında ABŞ və Böyük Britaniya dəfələrlə bir araya gəlməyi bacarıb. Bu sözlər Böyük Britaniya Kral Charles ABŞ Konqresində çıxış zamanı deyib. Onun sözlərinə görə ABŞ və Birləşmiş Krallıq arasında qurulan ittifaq həqiqətən unikaldır və iki ölkə arasında çoxlu oxşarlıqlar mövcuddur.